İnsan beyni saniyədə 100 trilyon əməliyyat edə bilir. Bu sürətlə istənilən kompüter işləsəydi, yəqin ki, ən azından qızma baş verərdi. İnsan beyni də elədir. Beyin hər 5 dəqiqədən bir dərəcə qızır. 10 dəqiqə ərzində soyutma olmasa, işini düz görməyəcək. 20 dəqiqə isə insanın sağlamlığı üçün təhlükəlidir. 50 dəqiqə sonra isə temperatur 10 dərəcəyə qədər yüksələcək və bu, insanın ölümünə səbəb ola bilər. Beyin bütün bədəni idarə etsə də, onun əsas missiyası özünü qorumaqdır. Bəs beyin sərinlənməni və öz temperaturunu stabil saxlamağı necə bacarır? İşləmə prinsipi adi avtomobilinkinə bənzəyir. Avtomobil radiatoru motorun hərarətini tənzimləyir. Radiator bunu su vasitəsilə edir. İnsan beyni isə bu məsələdə qandan istifadə edir. Yəni qan artıq olan hərarəti bədəndən çölə atır. Biz buna tər deyirik. Əsasən üz və alın hissədə olan tər vəzləri vasitəsilə isti hava bədəndən xaric olunur. Bəs beyin nə vaxt dincəlir? Yəqin ki, ilk ağla gələn yuxu olacaq. Amma elə deyil. Biz yatanda beyin özünü bərpa işlərini məşğul olur. Hətta bədənin də nasaz yerlərini bərpa edir. Bunu etməsə, beyin hər növbəti gün daha da pis işləyəcək. Yuxunun önəmi haqqında kanalımızda ayrıca buraxılış var. Ona görə də yuxu mövzusunda çox dayanmayacağım. Sadəcə onu deyə bilərəm ki, insan yuxusuzluqdan daha tez ölə bilər, nəinki acılıqdan. Ümumilikdə beyin fərqli hissələrdən ibarətdir. Hər hissə bir-birindən həm ölçüsünə, həm də funksiyasına görə fərqlidir. Planlama, məntiq və dil bilgiləri kimi funksiyalardan cavabdeh olan ən üst qat böyük beyin qabığı və ya serebral korteks adlanır. Beyində bəlli funksiyaları bəlli sahələr idarə edir. Sağ ayaq və sağ qolunuzun hərəkətindən sol beyin cavabdehdirsə, sol qolunuzla sol ayağınızın hərəkətinə də sağ beyin cavabdehdir. Hətta biraz da maraqlı detal deyim. Gözünüzə sağdan düşən işıqları sol beyin, soldan düşən işıqları isə sağ beyin qəbul edərək görüntü əmələ gətirir. Arxa-aşağı hissədə yerləşən beyinci isə bədənin hərəkətləri, koordinasiyası və reflekslərdən cavabdehdir. Əslində, beyinə nisbətdə biz keçmişdə yaşayırıq. Məsələ burasındadır ki, ətrafda baş verən hər hansı bir hadisəni əvvəlcə beyin qəbul edərək onu filtrdən keçirməklə bizə ötürür və bu vaxt alır. Məsələn, qarşınızdakı insan sizə salam verirsə, həmin an beyin onun hərəkətini, dodaqlarının tərpənməsini və üzünün ifadəsini görmür. Gözünüz onun mimikalarını, qulağınız isə səsini qəbul edib beyni ötürür. Beyin an içində məlumatları dəqiqləşdirib sizə ötürür. Bu maraqlı prosesdir. Danışan insanın ağız ifadəsi ilə səsini beyin qəbul edir, onu sinxronlaşdırır və sizə ötürür. Əks halda səslə dodaqların tərpənməsi fərqli zamanda olardı. Beyin bəzən bu prosesi gecikdirə bilir. Buna dejavu adı verilib. Bəzən insan elə hiss edir ki, sanki baş verən hadisəni bilirdi və ya həmin yerdə daha əvvəl olub. Ancaq insan hadisələrin davamını sadəcə bir neçə saniyəlik əvvəlcədən duya bilir. Çünki göz və beyin arasında olan kəsinti bərpa olunur və siz artıq istəsəz də hadisələrin davamını gətirə bilmirsiniz. Ətrafınızdakı reallığı beyin yaradır. Əslində, dünya səssiz bir məkandır. Səs də yoxdur. Titrəmələr var. Bizim qulağımız titrəməni qəbul edir, beyin onu emal edir və səs kimi bizi ötürür. Bəs beyin ideal işləyirmi? Xeyr. Bəzən beyin bizim yerimizə qərar verir. Yəni, səhv qərar verir. Məsələn, bu ilanlar fırlanmırlar. İnanmırsınızsa videonu dayandırıb baxın. Ancaq beyin onu fırlanan kimi qəbul edir və yaxud bu şahmat lövhəsinə baxın. İlk baxışda elə gəlir ki, bu şahmat lövhəsidir. Ancaq məsələ burasındadır ki, buradakı damalar eyni rəngdədir. Dediklərimin ən asan nümunəsi isə bir çoxlarının yaşadığı bir hissdir. Məsələn, eskalatora yaxınlaşırsınız və o işləmir. Ancaq ilk bir neçə pilləni qalxana kimi sizə elə gəlir ki, o işləyir. Çünki sizin beyniniz eskalatoru artıq elə proqramlaşdırıb. Beynimiz bizim qeydimizə qalır. Bu hissi yəqin ki, bir çoxunuz yaşamısınız. Yatdığımız və ya yuxuya getmək istədiyimiz anda birdən sanki elektroşok keçirərək yerimizdən dik atılırıq. Bu, beynimizin bizi oyatmasıdır. Normalda belə hal bədənimiz çox yorğun olanda baş verir. Bədəndə qan dövranı zəifləyir və orqanlar öz fəaliyyətini yavaşladır. Bu zaman beyin elə bilir ki, bədən ölür. Buna görə də bütün bədənə impuls göndərərək bir növ restart verir. Əgər bunu etməsə, insan ölə bilər. Normalda beynimiz bədənimizə siqnal ötürməyi heç vaxt dayandırmır. Əksinə, siqnalın çatmadığını hiss edəndə daha da sürətlə və güclü siqnallar göndərməyə başlayır. Ayağınızı uzun müddət qatlayıb oturduqdan sonra ayağa qalxdıqda ayaqda gizilləmə baş verir. Biz buna loru dildə ayağım yatdı deyirik. Əslində tam əksidir.
Damarlar sıxılıb qan həmin hissəyə yaxşı işləmədikdə beyin ora gedən siqnalların sürətini artırır. Ancaq biz özümüz də bilmədən günümüzdə beynimizin işləməməsinə səbəb oluruq.